Hepinizi salamlayıram. Yenidən sizləri xoş gördük. Bugün isə növbəti tapşırıq nümunəmizlə davam edirik. Hər iki saitə aid olan oxşar xüsusiyyətləri müəyyən etməliyik. A və E saitlər incə saitlərdir. Diqqət yetirsək, incə saitlər hansı saitlərdir? Azərbaycan dilində saitlər iki qrupa bölünür. Qalın saitlər və incə saitlər. Qalın saitlərə A, I, O, U. İncə saitlərə isə E, Ə, İ, Ö və Ü saitləri aiddir. İndi ümumiləşdirsək, deyə bilərik ki, A və Ə saitlərinin ortaq xüsusiyyəti kimi hər ikisinin incə sait olması verilə bilməz. Çünki A saiti qalın, Ə saiti isə incə saitdir. Növbəti variantımızda isə dodaqlanmayan saitlərdir qeyd olunur. Bəli, bu hər iki sait üçün ortaq xüsusiyyətdir. Çünki A saiti və Ə saiti hər ikisi dodaqlanmayan saitlərdir. İkinci variantımız doğrudur. Üçüncü varianta diqqət yetirək. Hər iki sait açıq saitlərdir. Bəli, A və Ə saitlərinin digər bir ortaq xüsusiyyəti hər iki saitin açıq saitlər olmasıdır. İndi isə tapşırığımızın ikinci hissəsi ilə davam edirik. Burada bizə sözlər təqdim olunub. Həmin sözlərdə nöqtələrin yerini tamamlamalıyıq. Sizinlə bir neçə nümunəni birgə mən yerinə yetirəcəm. Növbəti sözlər isə siz öz dəftərinizdə qeyd edə bilərsiniz. Məsələn, birinci sözümüzdə nöqtələrin yerinə Ə saiti yazılmalıdır. Çünki bu sözün düzgün yazılışı həyəcan formasında olmalıdır. Növbəti bir sözümüz isə salnamə yoxsa səlnamə formasında yazılmalıdır. Təbii ki də bu sözün düzgün yazılışı səlnamə yox, salnamə formasında olmalıdır. Yəni nöqtələrin yerinə A saiti qeyd olunmalıdır. Tapşırıqlarda müəyyən hissələrimə, digər hissələri isə sizin yetirmənizdə əsas mahiyyət ondan ibarətdir ki, sizlər bu tapşırıqlar əsasında öyrəndiyiniz dil qaydalarını yaxşı yadda saxlaya, qavraya və növbəti dərslərdə tətbiq edə bilərsiniz. Çünki bu sizlərin gələcək siniflərdə bu qaydalar əsasında yeni tapşırıq nümunələrini işləmək üçün mühüm rol oynayır. İndi isə növbəti tapşırıq nümunəmizə keçid edək.